2021-ci ildə qəbul imtahanında istifadə olunan suala baxaq. Deməli, uşaqlar deyir ki, lalə ilə bağlı doğru fikirləri müəyyən edin. Leksik şəkilçi kimi zərf yarada bilir. Bəli, məsələn, cəsarət, lə. Lə neynədir? Tərzəkə zərfli düzəltdir. Zərfi düzəltməm üçün. Biri götürürəm. Atamla sözünə lalə tərzəkə zərfi düzəltmişdir. Deməli, uşaqlar, lalə kim ilə, nə ilə sualına cavab verirsə, lalə qoşulmuş söz. Lalə orada nə olacaq? Qoşma. Kim ilə? Atamla. Demək, buradakı nədir? Qoşma. Zərf deyil. Bu getdi. Nənəmlə danışdım. Kimlə danışdım? Kim ilə danışdım? Burada da oldu qoşma. Nə deyir? Bağlayıcıdır. Xeyr, deyil. Raufla Nüsrət. Deməli, uşaqlar, laləni çıxartdım, yerinə və qoya bilirsənsə, bu zaman olacaq bağlayıcı. Bugün dayımla şəhərə getdilər. Kim ilə? Dayımla. Demək, bu da oldu qoşma. Birinci lalə bağlayıcıdır, doğrudur. İkinci lalə də qoşmadır. Ona görə dördüncü fikirdə götürürəm. Feillərin yaranmasına iştirak edir. Bəli. Məsələn, gözləmək feili. Gözləmək. Sözün kökü göz, lalə burada neyədir? Zərf düzəltdi. 4 məqamda işləndi. Bağlayıcı, qoşma, zərf düzəldən leksik şəkilçi, bir də feil düzəldən leksik şəkilçi. Zərf və feil tutmaq rahatdır. Sualından tutursan, kim ilə, nə ilə sualına cavab verərsə olur qoşma və də əvəz eləyə bilirsənsə olur bağlayıcı. Bu şəkildə rahatlıqla seçə bilərsiniz ki, hansı nədir. Və burada da cavab oldu 1, 4, 5.